Səhər ac qarnına limonlu su içsən, qarın piylərin əriyəcək. Bəlkə də çoxlarınız bu fikri eşitmisiniz, lakin bu fikrin elmi əsaslarla doğru olmadığını birlikdə araşdıraq. Əgər hər səhər ac qarnına limonlu su içirsinizsə və bunun bədəni toksinlərdən təmizlədiyinə inanırsınızsa, bu video sizin üçündür. Çünki limon haqqında illərdir dolaşan bəzi fikirlər həqiqəti tam əks etdirmir. Bugün limonla bağlı ən məşhur yanlış inancları və onların arxasında duran elmi faktları danışacağıq. Limon dünyanın ən çox istifadə olunan meyvələrindən biridir və tərkibində C vitamini, limon turşusu vardır. Buna görə də sağlam qidalanmanın bir hissəsi bəli ola bilər. Amma son illərdə sosial mediada limon haqqında elə iddialar yazılır ki, sanki bütün xəstəliklərin həlli yalnız limondadır. Gəlin bunlara bir-bir baxaq. Birinci yanlış budur ki, limon bədəni toksinlərdən təmizləyir. Xeyr, bu fikir düzdür, ola bilər ki, çox məşhurdur. Ancaq sağlam insanda orqanizmin əsas təmizlik sistemi qaraciyərdir, böyrəklər və bağırsaqlardır. Bu orqanlar zərərli maddələrin xaric edilməsinə əsas rol oynayır. Limon onları əvəz etmir və bədəni xüsusi şəkildə detoks etmir. Limon yemək sağlam qidalanmanın bir hissəsi ola bilər, amma onun möcüzəvi təmizləyici kimi təqdim etmək heç də düzgün deyil. İkinci yanlış budur ki, ac qarnına limonlu su içmək piyləri əridir. Bir çox insan düşünür ki, səhər ac qarnına limonlu su içməklə qarın piyləri əriyəcək. Əslində limonun piy yandırdığı sübut olunmayıb. Arıqlamaq üçün əsas məsələ gün ərzində qəbul edilən və xərclənən enerji balansıdır. Limonlu su sadəcə kalorili içkilərin yerini tutarsa, dolayısıyla fayda verə bilər. Üçüncü yanlış budur ki, nə qədər çox limon yesən, bir o qədər sağlam olarsan. Hər faydalı qidanın həddi var. Həddindən artıq limon qəbul etmək bəzi insanlarda mədə yanması və mədə turşuluğu yarada bilər. Və dördüncü yanlış, limonu hər kəs yeyə bilər. Xeyr, bu doğru deyil. Mədə xorası, reflüks və yüksək turşuluq problemi olan insanlar limon qəbul etdikdə narahatlıqların artdığını hiss edirlər. Belə hallarda həkimin tövsiyəsinə uyğun hərəkət etmək daha doğru olar. Və ən əsası, 5-ci yanlış, C vitamini yalnız limonda çoxdur. Xeyr, ən çox C vitamini cəfəri və bibərdədir. Şirin bibərdə. Limon yaxşı C vitamini mənbəyidir. Amma yeganə və ən zəngin mənbə deyil. Qırmızı bibər, kivi, çiyələk, brokoli kimi qidalarda da yüksək miqdarda C vitamini vardır. Buna görə də qidalanmada müxtəlifliyə üstünlük vermək daha faydalıdır. İndi isə gəlin limonun həqiqi faydalarından danışaq. Bütün bunlar limonun faydası olduğu demək deyil. Limon C vitamini ilə və immun sisteminin normal fəaliyyətini dəstəkləyir. Tərkibindəki antioksidant maddələr hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir. Limon yeməklərə dad qatır və su içməyi daha cəlbedici edir. Siz əgər limonlu su içirsinizsə, bu təbii ki, yaxşı vərdişdir. Amma yenə də ehtiyatlı olmaq lazımdır. Unutmaq olmaz ki, heç bir qida tək başına xəstəlik müalicə etmir və sürətli arıqlama təmin etmir. Sağlam həyat tərzi balanslı qidalanma, kifayət qədər hərəkət, yaxşı yuxu və ümumi həyat tərzinin nəticəsidir. Video sizə faydalı olursa kanala abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sağlam qalın.